İmtahanda trigonometrik mövzulara aid olan suallardan çətinlik çəkirsinizsə və yaxud da ki, həyəcandan düstur yadınızdan çıxıbsa, 2 nümunə üzərində göstərəcəyim bu üsulla imtahanda sualları daha rahat yaza bilərsiniz. İlk növbədə belə bir sual verilərsə, ifadəsini sadələşdirin. Burada alfa üçün bir bucaq veririk. Mən bu sual üçün alfa 90 dərəcə verirəm. Çünki bu sualda baxıram ki, 90 dərəcədə bütün funksiyaların qiyməti var. Sinus 90 dərəcədə 1 aldığından 1 üstü 4 üzərinə gəlsin. 2 vurulsun 1 üstü 4. Kotangens 0 alır. Üzərinə gəlsin. Kosinus da 0 aldığından burada düzgün cavab olacaq 1. Variantlara baxıram ki, ancaq C variantında 1 var. Kosinus 2 vurulsun 90 dərəcə 180-də -1 alır. Bu deyil. Sinus da 180-də 0 aldığından bu da düzgün cavab deyil. Keçirəm növbəti nümunəyə. Kotangens 2 olarsa, verilmiş ifadəsinin qiymətini tapın. Kotangens alfa bilirik ki, kosinus alfa bölünsün sinus alfadır. Bu ifadə üçün mən sadəlik olsun deyə kosinus gördüyüm yerə S yazacağam, sinus gördüyüm yerə S yazacağam. Bizim suala görə bunlar 2-yə bərabərdir. Bu da göstəribdir. Bu ifadədən indi kosinus bərabərdir 2 sinusdur. Mən verilmiş ifadədə harda kosinus görəcəmsə, yerinə 2 sinus yazacağam. Yazaram buradan ifadəni. 3 vurulsun sinus, vurulsun kosinus gördüyüm yerə 2S yazaram. Üzərinə gəlsin. Kosinus gördüyüm yerə 2S'in kvadratı bölünsün. Sinus kvadratı çıxılsın. 2 vurulsun kosinus gördüyüm yerə 2S kvadratı bərabərdir. Sadələşdirirəm. 6S kvadratı üzərinə gəlsin. 4S kvadratı məxrəcdə S kvadratı çıxılsın. 2 vurulsun 4S kvadratı bərabərdir. 10S kvadratı bölünsün -7S kvadratı. Buradan S kvadratları ixtisar gedər. -10 bölünsün 7 alınır. B variantıdır.